Salam uşaqlar. Deməli 1 fevral 11-ci sinif fələk kursları sınağına baxırıq, buraxılış sınağına. 61-ci sual. Deməli A və B vahiddən fərqli qarşılıqlı sadədlər üçün EKOB-u verib, EBOB verilən ifadəni istəyir. Verilən ifadələri. Deməli 39-u sadə qruplara ayırırıq. Eləyir 3 vur 13. Deməli burada bu A və B ədədləri 1 ilə 39 da ola bilərlər. A1, B39 ya da tərsinə. Və yaxud 3 ilə 39 deyil. 3 ilə 13 ola bilərlər. Burada bu sözün altına xətt çəkirik, vahiddən fərqli. Onda 1.39 halı deyil, 3.13 halıdır. Və A ilə B arasında müqayisəni də verib, A B-dən böyükdür. Deməli A bərabər 13-dür, B bərabər 3-dür. B də bərabər 3. Onda A çıx B nə olmuş olacaq? 10. A plus B nə olmuş olacaq? 16. 10 ilə 16-nın da əbəbi nədir? 2, cavab B. Düzbucaqlı trapesiya çəkirik. Düzbucaqlı trapesiyanın oturacaqları 5-dir və 10-dur. Hündürlüyü h olsun. Sahə 30-da axı. O zaman deyirik ki, 5 üstə gəlsin, 10 bölünsün, 2 vurulsun. H bərabərdir 30. Sahə çuturundan. Buradan 15h bərabərdir 60-a. H da bərabərdir 4-ə. Yəni hündürlük 4-dür. İkinci bir hündürlüyü çəkirik buradan. Bu da olur 4. Bu hündürlükdə olur 4. Burada 5, düzbucaqlı üçbucaq. Ondan 5 yazdıqsa burada qalır 5. Onda digər yan tərəfin uzunluğu, yan tərəfə x desək, Pifaqor teoremi ilə x bərabər olur kök altında 4-ün kvadratı 16 toplansın 5-in kvadratı 25. Kök altında 41 olur. Cavab E. Bu verilən sualda 5-də 1 ilə 2-də 1-in məxrəci 20 olan kəsirə gətiririk. 5-də 1 bərabərdir. Bu kəsirin hər tərəfini 4-ə vursaq, 20-də 4. 2-də 1 isə bərabərdir 20-də 10. Bu hissə daxil olmasın, bu hissə daxil olsun. Və burada yerləşən kəsirlərə baxırıq. 20-də 5, 20-də 6, 20-də 7, 20-də 8 yazaq, 20-də 9 və topla 20-də 10. Aralarında təbii ki, topla. Və bu kəsirləri toplasaq, nə alınmalıdır? 20-də hesablamırıq. Ümumiyyətlə, burada arada toplama yoxdur. Bu kəsirlərin surətlərini toplamaq lazımmış. Yəni 5, 6, 7, 8, 9 toplayırsan, eləyir 45, cavab A variantı. Digər suala baxaq, 64. Bir parçanın uzunluğu, yəni uzunluğun 7-2 hissəsi qədər kəsildikdə parçanın ortası yerini 10 sm dəyişir. Demək, parçanın ortası yerini 10 sm dəyişirsə, demək bu parça 20 sm kəsilib. Bunu yaddan çıxartmayaq. Yəni mərkəz yeri neçə santim dəyişirsə, demək onun 2 qatı qədər kəsilib. Yuxarıda nə yazırdı? Uzunluğun 7-2 hissəsi qədər kəsilib. Yəni parçanın uzunluğunun 7-2 hissəsi 20-yə bərabərdir. O zaman buradan da x nəyə bərabərdir? 70-ə. O zaman cavab C variantı. Digər sualda sadə bir həqiqi üstü qüvvət sualı. Bu ifadə görürük nədir? A. Bu ifadə yazırıq A. Yəni A üstü 1. Vurulsun. Keçək bu ifadəyə baxaq. Kök altında A görürsən. Onun üçün də yazacaqsan A üstündə 2-də 1. Sonra buna bax. Bu da kök altında A-dır, amma bu kökün içində. 2 dənə kökün içində yerləşir həmin A. Ona görə A üstündə 4-də 1 olmuş olur. Digər A-ya baxırsan, digər A 3 dənə kökün içində yerləşir. 3 dənə kökün içində yerləşirsə 2 vur 2 vur 2, A üstü 8-də 1-dir. A üstü 8-də 1. Demək, buradan da nə edirik? Qüvvətlər toplayırıq. 1, 2-də 1, 4-də 1, 8-də 1 toplananda 8-də 4, 8-də 2, 8-də 7. 1 tam 8-də 7 alınır. Və yaxud 1 tam yox, A üstündə 8-də 15. A üstü 8-də 15 nə deməkdir? Kök altında 8 dərəcədən A üstündə 15, yəni cavab B. Növbəti suala baxırıq. Diaqonalın uzunluğu 8 sm olan kvadratın tərəflərin orta nöqtəsi birləşdirmə ilə alınan fiqurun perimetrini tapırıq. Bu kvadratın diaqonalı 8. Kvadratın 2 dənə tərəfinin ortasını birləşdirirəm. Həmin bu üçbucağın orta xətti olduğundan bu eləyir 4. O zaman bu da 4 eləyər.
O zaman digər diaqonal 8 olsa, digər diaqonalın doğrultular yazsaq, onlar da 4 eləyər, bu da 4 eləyər. Ona görə də perimetr 16 olar. Baxırıq digər suala. Diametri AC olan çevrədə qövs verilib. AMB qövsünün uzunluğu 12 pi, BNC qövsünün uzunluğu isə 4 pi'dir. Deməli 12 pi və 4 pi'nin nisbəti nədirsə, 12 pi və 4 pi'nin nisbəti nədirsə, bucaqlar da həmin nisbətdə bölünmüş olur. Yəni, məsələn, nisbəti 3, düzdürmü? 3 bölü 1 deyək buna. Yəni, bu hissə 3x-dir. Yəni, buradakı bucaq 3x-dir. Digər bucaq isə sadəcə x olmuş olur. 4x bərabərdir 180 dərəcə. Niyə? Çünki diametr 180 dərəcə ayırır. X bərabərdir 45 dərəcəyə. X var 45 dərəcə. Bizə nəyi soruşur? BOC. BOC, yəni kiçik bucaq 45 dərəcə, cavab C. Belə bir vuruqlara ayırma sualı. Demək, baxırıq, ədədləri buradan götürək. 1, 3, 2. Yəni, x kvadrat çıx 3x topla 2. Bunu vuruqlara ayırdıqda Viet teoremindən kökləri tapa bilərsiniz. Köklər 1 və 2-dir. Toplayanda 3, vuranda 2 eləsin. X çıxılsın 1, x çıxılsın 2-dir. Bu da nəyə bərabərdir? Px vurulsun, x çıxılsın 1. X çıxılsın 1'ləri sil. Nə olur? Px bərabər olur, x çıxılsın 2'yə. Px bərabərdir, x çıxılsın 2. Bizə nəyi soruşur? P7'ni soruşur. P7, yəni 7 çıxılsın 2. Yəni nə? 5. Cavab C. Sadə bir trigonometriya sualı. Surəti aç. Sinus 4 alfanı 2 qat üstünü açıram. 2, sinus 2 alfa, kosinus 2 alfa. Məxrəcdə 2 var. Kosinus kvadrat, kosinus üstü 4 çıx sinus üstü 4'ü. Əvvəlcə muxtasar mod üzrünü açaq. Muxtasar mod üzrü kvadratlar fərqi. Yəni, kosinus kvadrat alfa çıxılsın, sinus kvadrat alfa. Vur, kosinus kvadrat alfa toplansın, sinus kvadrat alfa. Əsas anlayış tuturlarından bunun 1 olduğunu bildik, getdi. 2'lər zaten silinir. Surətdə nə qaldı? Sinus 2 alfa, kosinus 2 alfa. Kosinus kvadrat çıx sinus kvadrat isə kosinus 2 alfanın düsturudur. Kosinusun 2 qat tuturur. Kosinus 2 alfalarda silinəndə sinus 2 alfa qalır. Cavab C. 70-ci suala baxırıq. Apsis oxuna nəzərən simmetriya. Apsis oxuna nəzərən simmetrikdirsə, yəni 2 dənə xət apsis oxuna nəzərən simmetrikdirsə, demək onların o nöqtələrin, 2 dənə nöqtə deyəcəkdim. 2 nöqtə apsis oxuna nəzərən simmetrikdirsə, o nöqtələrin y-i bir-birinin əksidir, amma x-i eynidir. Yəni, o nöqtələrin fikir veririk. Bu x, y-dir. Digər nöqtə x, mənfi y-dir. Demək, bunların x-ləri eynidir. X-lərə baxırıq. 3 və b. Mənfi 3 və b. B bərabər mənfi 3. X-lər eynidir. Y-lər isə bir-birinin əksidir. Y-lərə baxıram. A və 4. Deməli, A bərabər 4-ün əksi. Mənfi 4. A mənfi 4, B mənfi 3. A mənfi 4, B mənfi 3. Cavab D variantı. Növbəti sualda funksiyanın qrafiklərindən deməli, x oxunu kəsdiyimiz yerdə y0, y oxunu kəsdiyimiz yerdə x0 olurdu. İndi bu loqaritmik funksiya üçün baxanda x oxunu 16'da kəsdiyimi görürəm. Yəni, bu nə deməkdir? X oxunu kəsəndə y0 edir. Ya da f16 bərabər eləməlidir 0-a. O zaman bunu bu tənlikdə nəzərə alaq. X-in yenə 16 yazaq. Demək, loqaritm 2-dən 16 toplansın m bərabərdir 0-a. 2-dən 16-nı hesabla 4 eləyir. 4 üstə gəl m bərabər 0, demək m bərabərdir mənfi 4. Bunu yaddaşda saxlayaq. Digər bir nöqtəyə baxaq. Bu nöqtədən nə görürük? 32 bizi aparır n-ə. Onda belə çıxır ki, f32 də bərabər n-dir. Bunu da nəzərə alaq. Funksiyada bunu da nəzərə alaq. F-in, yəni x-in yenə 32 yazaq, cavab n alınsın. Loqaritm 2-dən 32 toplansın m. 2 tapmışdıq. M nə idi? 4 idi. Yəni, mənfi 4 idi m. Onu da burada nəzərə aldıq. Bərabər nə? N-ə. 2-dən 32 hesabla 5. 5 çıx 4 bərabərdir n. N də bərabərdir 1. N bərabərdir mənfi 4. N bərabərdir 1. Onda bizdən nəyi soruşur? N çıxılsın 2m. N çıxılsın 2m. Yəni, n 1 çıxılsın 2 vurulsun mənfi 4. Yəni 9. Cavab C variantı.
72-ci sual keçirik. Burada C-ni qeyd elədik. 72-ci sualda ortadakı üçbucağın sahəsi soruşulur bizdən. Ortadakı üçbucağın sahəsini tapmaq üçün gərək biz kənardakı üçbucaqların sahələrini tapıb, ümumi sahədən çıxaq. O zaman biz əvvəlcə ümumi sahənin nə olduğunu tapaq. Ümumi sahə baxıram, burada 6 dənə dama var. Burada neçə dənə dama var? 9. 6 və 9. 6 vur 9 bərabərdir 54 ki, şəkildə verilibmiş əslində. Ümumi sahə 54-dür. Ümumi sahə 54-dür. Onda biz bu düzbucaqlı üçbucağın sahəsini tapaq. Düzbucaqlı üçbucağın sahəsi katetlər hasının yarısı. Sayırsan 4 dama. Sayırsan 3 dama. 3 vur 4 bölü 2. Yəni 6. Bunun sahəsi 6-dır. Buradan say neçə damadır? 6. Buradan say bu da 6. O zaman 6 vur 6 bölü 2 18. Buradan say 2 dama. Buradan say 3 3 3 9 dama. 2 dama 9 dama. 2-ni 9-a vur yarı böl 9. Bu üçbucağın sahəsi 9. Deməli biz 54-dən nəyi çıxmalıyıq? 6-nı çıxmalıyıq. 18-i çıxmalıyıq. 9 çıxmalıyıq. Cəmliyi belə də çıxa bilərdik. Belə hissə-hissə çıxsaq 48, 18 çıx, 39 çıx, 21 eləyəcək. Variantlarda 21 varmı? Var. Cavab E variantı. Baxırıq növbəti suala. Belə bir sual həm loqaritmik, həm trigonometrik. Loqaritmik funksiyalarda toplama içəridə vurma deməkdir. Yəni loqaritm 5-dən sinus x vurulsun 5 bölünsün kosinus x şəklində yazılacaq. Bərabər 0. O zaman bu ifadə, yəni sinus və kosinusda tangens eləyir. 5 tangens x eləyir və bu nəyə bərabərdir? 5 üstündə 0. Loqaritmik tənliyi həll edirik. 5 üstü 0, yəni 1. Buradan nə alırıq? Tangens x bərabərdir 1. Tangens x bərabər 1-dirsə, x nəyə bərabər olacaq? Arctangens 1. Topla piyen olmalıdır, amma ən kiçik kök soruşduğu üçün arctangens 5-də 1 deyəcəm. Tangens x bərabərdir 5-də 1-ə, 1 bölü 5, 5-də 1. O da arctangens 5-də 1 olacaq. Növbəti sual, oxşarlıq sualıdır. BAD işarələyirik bunu, nöqtəli bucaq. ASB-yə bərabərdir. Bu da bir nöqtəli bucaq olsun. B bucağını da rəngləyirik. B bucağını da rəngləsək. Bax, bu üç bucağın bucaqlarına baxaq. Bax, bu üç bucağın bucaqlarına baxaq. Nöqtəli bucaq var, rəngli bucaq var. Yadda saxlayaq. Bir də böyük üç bucağın bucaqlarına baxaq. Böyük bucağın bucaqlarına. Nöqtəli bucaq var, rəngli bucaq var. Deməli, bu üç bucaqlar, uşaqlar, oxşar olmalıdır. Oxşar. Hansı üç bucaq? Yazaq. Üç bucaq ABD. ABD oxşardır hansına? İndi üçbucaq ABD-ni yazarkən mən nöqtəli, sonra rəngli bucaqdan danışdım. Düzdür? Əvvəlcə nöqtəli bucaqdan danışdıq. Sonra rəngli. Onda böyük üçbucağın da adını elə deməliyəm ki, əvvəl nöqtəli bucaq gəlsin. Nöqtəli bucaq C, rəngli bucaq B, CB dedik, nə qaldı? A qaldı. ABD ilə CBA oxşardır. İndi buradan oxşarlığı nisbətləri belə götürdük. İlk kərif AB-dir, ilk kərif CB-dir. O zaman AB bölünsün CB ya da BC bərabər ikinci, üçüncü hərf B'dir, ikinci, üçüncü hərf BA. O zaman BD bölünsün BA ya da AB. Birinci, üçüncü hərf A'dır, birinci, üçüncü hərf CA. O da bərabərdir o zaman AD bölünsün CA ya da AC. Belə. Sonra bildiyimiz qiymətləri yerinə yazaq. Məsələn, AB-nin 18 olduğunu, BD-nin 12 olduğunu bilirdik. Başqa bildiyimiz bir şey var mı? Yox. AB-nin 12 olduğunu yerinə, AB-nin 18 olduğunu yazaq. 18 bölünsün BC-ni bilmirik. 18 bölü BC bərabərdir. BD-ni bilirik. 12 bölünsün AB-ni bilirik. 18. O da bərabərdir. AD bilirik mi uzunluğunu? Yox. Elə AD yazaq. AC-nin uzunluğunu bilirikmi? Yox. Elə AC yazaq. Məsələn, bu ilk ikisindən bax, bu bərabərlikdən BC-ni tapa bilirik. Tapa bilirikmi? Bəli, tapa bilirik. BC bərabər eləyəcək 27-yə. BC 27. Bunu da tapdıq. 12-ni 2-yə bölüb 3-ə vuranda 18 alınır. Sonra mən də 18-i 2-yə böldüm. 3-ə vurdum. 27 elədi. BC bərabər 27. Çarpaz qrupda tapa bilərsiniz. Keçək o bir suala. Sadə bir həqiqətlər sualı.
Deməli, A bərabərdir. Kökdə 11-in təqribi tam hissəsinə baxaq. Kökdə 11 bilirsən ki, kökdə 9-dan sonra gəlir. Yəni, mənfi 3 tam onda neçəsə olacaq. Mənfi 3 tam onda hər hansı bir qiymət yazaq. Önəmi yoxdur, 1 yazaq. Amma 1 ola da bilər, olmaya da bilər. Biz zaten tam hissələr axtarırıq. Toplansın 7. Bu da bərabər olacaq nəyə? 3 tam, onda 9 olmuş olur. İndi B-nin təqribi qiymətini hesablayaq. 9 çıxılsın pi. Pi də 3 tam %14'dür. O zaman bu da bərabər olur 5 tam %86. Bunun tam hissəsi nədir? 3. B-nin tam hissəsi nədir? 4. Yox, 5. B-nin tam hissəsi nədir? 5. Bunları toplasaq nə alınır? Cavab 8. 8 heç bir variantda yoxdur. Çünki açıq sual. Sonra 76. Təlinlər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həlli varsa, x-lərin nisbətləri, y-lərin nisbətləri və cavabların nisbətləri bir-birinə bərabər olmalıdır. Yəni, A bölü B bərabər olmalıdır B bölü 3-ə. O da bərabər olmalıdır 9 bölünsün A-ya. Bu ilk 2 dənədən, ilk 2 nisbətdən biz B kvadratının 3A olduğunu bilirik. B kvadratının 3A olduğunu yadda saxlayaq. Bu 1. İndi bu ifadəyə baxaq. Sonra təzədən misala qayıdarıq. Mötərizəni vur aç. 3A üstə gəl AB çıxılsın B kvadratı. İndi biz az öncə nə öyrəndik? B kvadratı elə 3A deməkdir. Elə deyil. O zaman B kvadratının yerinə 3A yazaq. 3A toplansın AB çıxılsın yenə 3A. 3A'lar getdi. Nə qaldı? AB. AB-yə nətər taparıq? Onu da bax, bu ikinci, üçüncü nisbətlərdən taparıq. Çarpaz vur. AB bərabər 27 eləyir. Yəni, AB bərabərdir 27, cavab 27. Sonra keçdik digər suala. Sadə bir intervallar üsulu. X çıx 3-ün mötərizə kvadratı bölüşdür 0. Nöqtələri qeyd edəndə, yəni bir dənə nöqtə qeyd edirəm, 3 və o nöqtə də üstündə kvadrat olduğu üçün sağdan soldan eyni işarələr olacaq, sağda solda. Yəni 3-dən böyük bir ədəd seçəndə cavab müsbət alınır, yenə müsbət alınır. O zaman bu bərabərsizliyin həlli bizdən də müsbətlər soruşulduğu üçün bu 2 dənə interval olmuş olur. Mənfi sonsuzluqdan 3-ə birləşdir, 3-dən də müsbət sonsuzluğa və bunu deyir, bunu ödəməyən neçə dənə natural ədəd var? Bunu ödəməyən bir dənə natural ədəd 3-dür. Yəni 3 əslində içi boş olmalıdır. Yəni 3 bunu ödəmir. Yəni neçə dənə natural ədəd var? 1 dənə. Cavab 1. Diqqətli olun, bu sualda cavabı 3 yazmayın. Sonra növbəti suala baxırıq. Növbəti sual tərs funksiyalar. Biz bilirik ki, əgər bir funksiyada, hər hansı bir funksiyada f(a) bərabər b olursa, o funksiyanın tərsində, f üstü mənfi 1-də, f(b) bərabər a olmuş olur. İndi bizə verilən şərtlərə baxırıq. F2 bərabər 7-dirsə və f ilə j tərsdirsə, onda j7 bərabər 2 olmalıdır. Ya da j4 bərabər 6-dırsa, bunun tərsində f6 bərabər 4 olmalıdır. f6 nədir? 4. j7 nədir? 2. Yəni cavab nədir? Bundan cəmi 6. Sadə bir sual. Verilən ardıcıllığın ilk 10 həddinin cəmini tapın. Demək, ilk 10 həddinin cəmini dənə-dənə də tapa bilərsiniz. Yəni, A1 bərabərdir 3, A2 bərabərdir 6, A3 bərabərdir 11 falan. Yox, bir dəqiqə səhv elədik. A1 bərabərdir 3, A2 bərabərdir 8-dən 1 çıx 7, A3 bərabərdir 11. Dənə-dənə də tapa bilərsən, amma bir yerdən sonra, məsələn, A4 də tap 15. Bir yerdən sonra baxırsan ki, bu bir ədədi silsilədir. Həm də biz bilirik ki, ədədi silsilələri xətti funksiyalar kimi verilirdi. N-in əmsalı 4, D olurdu. D bərabər 4-dür. Ya da ki, 4 dənə nümunədən də göstərmək olar bunu. Ya da ki, bu 4-dən çıx 1-in həqiqətən də silsilə tüsül olduğunu görə də bilərik. D bərabərdir 4. A1-in də qiymətini bilirsənmi? Bilirsən. Səndən nə soruşulur? S10. S10 düsturu 2 vurulsun, A1 toplansın 9, 2A1 toplansın 9D bölünsün 2 vurulsun 10 eləyəcək. Buradan da 10-dan 2 ixtisar getsə 5 qalsa, A1-in də yerinə 3 yazsaq, 2 vurulsun
3 toplansın 9 vurulsun 4. Bir də mötərizə bunları bağla, vur 5'ə. Bir də baxaq. 2 vurulsun 3 toplansın 9 vurulsun 4. Bunları da vuraq 5'ə. Yəni 6 üstə gəlinsin 36. Bağla mötərizəni vur 5'ə. Bu da bərabər nə edəcək? 42-ni 5'ə vur 210. 42-ni 5'ə vuranda 210 eləyirsə, bəli, cavab 210. Keçək digər suala. A-nın hansı müsbət qiymətində kompleks ədədi ilə qoşmasının hasili 90 olar? Bu kompleks ədəd budur. Bunun qoşması nədir? A çıx 4 çıxılsın A üstəgəl 2 i. Demək A çıx 4 çıxılsın A üstəgəl 2 i. Qoşmanın hasili. İndi bunların hasili təbii ki bir dəfə toplama bir dəfə çıxma gördüyümüzün kvadratlar fərqi olacaq. Yəni A çıx 4'ün kvadratı biraz yaxınlaşdıraq. Qoşmasının hasili. A çıx 4'ün kvadratı çıx A üstəgəl 2'nin kvadratı və i-nin kvadratı. I-nin kvadratı da bərabər 90. I-nin kvadratı mənfi olduğundan bu ara toplama olacaq. I-nin kvadratı mənfi 1-dirsə bu aradakı çıxma toplama olacaq. A kvadrat A çıx 4'ün mötərizə kvadratı A kvadrat çıxılsın 8A toplansın 16. Topla A kvadrat toplansın 4A toplansın 4. Bərabərdir 90. 2 dənə A kvadratı çıxılsın 4A üstə gəlinsin 20. Bərabərdir 90. 2 dənə A kvadratı çıxılsın 4A çıxılsın 70. Bərabərdir 0. Baxaq, səhv hesablama olmasın. 2 oldu. 2A kvadrat çıxılsın 2A olacaqdır. Yox, 2A kvadrat çıxılsın 4A çıxılsın 70 bərabər 0. İndi bunu yarı bölək. A kvadratı çıx 2A çıx 35 bərabər 0. Buradan kökləri tapsaq A1 bərabər 7 Viet teoremindən tapırıq. A2 bərabər mənfi 5 etməlidir. 7 və mənfi 5. Bizə nə deyir? A-nın hansı müsbət qiymətində? Ona görə cavab 7 olacaq. Cavab 7. Keçirik 81-ci suala. 81-ci sualda şərti oxudunuzmu? Əla. Deyir ki, qrafik ordinat oxuna nəzərən simmetrikdir. Ordinat oxuna nəzərən simmetrik deyirsə, deməli bu funksiya cüt funksiyadır. Biz də bilirik ki, cüt funksiyalarda fx, yəni f mənfi x, elə fx deməkdir. F mənfi x bərabər fx. Onda bu funksiyada 4fx çıxsın 3fx. Bərabər nə eləyir? 1fx. Sadəcə fx. Bərabər qalan şərti olduğu kimi köçürdürük. M çıx 3, x kubu topla 2x kvadratı toplansın 5. İndi bunun davamında bu funksiya necə funksiyadır? Cüt funksiyadır. 2x kvadrat cüt funksiyadır. Hər hansı bir ədəd, sabit bir ədəd cüt funksiya olur. Amma x kubu hissəsi var, bu hissəsi cüt funksiya ola bilməz. Axı cüt funksiyadır. Yəni bu tənlikdirəm funksiya. Bu funksiya cüt funksiyadır axı. Ona görə orada x kubu deyə bir şey ola bilməz. O zaman x kubunu nətər aradan çıxarda bilərik? Təbii ki, əmsalını 0 eləməklə. Yəni m çıx 3'ü bərabər 0 eləməliyik. M çıx 3 0 olsa m bərabər nə olacaq? 3. M bərabər 3 olsa demək bu funksiya nə halında olacaqmış? Fx bərabərdir. X kubu deyə bir şey yoxdur. O zaman sadəcə 2x kvadratı toplansın 5 qalır. Bizdən m vurulsun f mənfi 2'ni soruşurdu. O zaman burada bir dənə f mənfi 2'ni hesablayaq. F mənfi 2 bərabərdir. 2 vur 2'nin kvadratı 8 toplansın 5 bərabərdir 13. F mənfi 2 nə idi? 13. M nə idi? 3. Cavab nədir? 39. Cavab 39 81-də. 82-ci suala baxırıq. Həndəsi silsilə sualı. Deməli, heç şərti diqqətlə oxumadan baxıram ki, 5 ilə 22-nin cəmi, bir də 10 ilə 17-nin cəmi eyni şeydir. Əgər indekslər cəmi eynidirsə, hədlərin hasilləri də eyni idi. Yəni B5 vur B22 ilə B10 vur B17 eyni qiyməti verəcək. Yəni x kvadrat çıx 9x ilə topla 9x ilə 12x toplansın 10 eyni bir şeyə bərabər olmalıdır. Bunda kvadrat dənli kimi həll etsək x kvadrat çıxılsın 3x çıxılsın 10 bərabər 0 olmalıdır. Viet teoremi ilə də kökləri tapsaq, köklər eləyəcək mənfi 2 ilə müsbət 5. Mənfi 2 ilə müsbət 5 eləyəcək. Bizə deyir ki, B8 vurulsun B9'u tapaq. İndi x1 və x2
buradan biri şərtdə verilib. Nə verilib şərtdə? X sıfırdan böyükdür. X sıfırdan böyükdürsə, deməli X-in 5 olanını götürməliyik. Digər -2 kənar kök olmalıdır. O zaman biz az öncə tapdığımız B10, 17, B5 ya da B22-ni X-in yenə yazmağını tapa bilərik. B8 vur B19-a baxanda 8 ilə 19-un cəmi yenə 27 eləyir. Yəni B5 vur B22 və yaxud B10 vur B17 və yaxud B8 vur B19 eyni bir cavab alır. O zaman mən bu ifadələrdən hər hansı birində aldığım X-in yerinə yazsam, o zaman cavabı almış olacağım. Yəni 12 vur 5 toplansın 10. O da bərabərdir 70. Və yaxud 5-in kvadraты toplansın 9 vur 5 də 25 toplansın 45 də 70 eləyəcəkdir. Cavab 70. Baxırıq son, yox 2 dənə sual qalıb hələ. 83-cü suala baxırıq. Demək burada bir S vektoru olmuş olsun. Bir dənə S vektoru olsun. O S vektorun koordinatlarına da x, y deyək. S vektorun koordinatları olsun x, y. İndi A vur S bərabər 2-dir. O zaman A vektorun da koordinatlarını bilirik buradan. Vektorların da skaler hasili nətər tapılırdı? X-i x-ə vur, topla y-i y-ə vur. Mənfi 1-i x-ə vur, mənfi x, toplansın y-i y-ə vur. 4y bərabərdir 2-yə. İndi digər vektora baxaq, digər hasilə. BS vektoru. B və S vektorun hasili 7-dir. 4-ü x-ə vur, 4x, mənfi 1-i də y-ə vur, çıx y, bərabər olmalıdır 7-yə. Belə bir tənlər sistemi almış olduq. İndi bu tənlər sistemini həll etsək, məsələn, nə etmək olar? Hər hansı, məsələn, birinci tənliyi vur 4-ə. Birinci tənliyi 4-ə vur, mənfi 4x toplansın 16x bərabərdir 8. 4x çıxılsın y bərabərdir 7. Alt-alta toplasaq bunları, 4-lər gedər. Bura bir dənə y yazaq, yanlış yazdım. Mənfi 4x-dən müsbət 4x islah gedəcək. 15x yox, 15y bərabərdir 15 olacaq. Y də bərabərdir 1. Y bərabərdir 1. Hər hansı bir tənlikdə yerinə yazaq. Y-ni 1 yazaq. Mənfi x toplansın 1. 1 yox, 4. Mənfi x toplansın 4 bərabər olmalıdır 2-yə. Mənfi x bərabərdir mənfi 2-yə. X də bərabərdir 2-yə. Belə. X bərabər 2, y bərabər 1. Demək, S vektorunun koordinatları nə oldu? S vektorunun koordinatları 2, 1 oldu. 2, 1. O zaman S vektorunun bizdən uzunluğunu soruşur. Kökün altında 2-nin kvadratı 4, topla 1-in kvadratı 1, bərabərdir kök altında 5. Yəni cavab kök altında 5. Sadə bir loqaritm hesabı. Demək, kəsr xəttini silib, yəni 1 bölü loqaritm 9-dan 5-i, loqaritmin əsaslı ifadəsini yeni dəyişib 15-dən 9 kimi ifadə edirik. Topla loqaritm 15-dən 25. Bu da bərabərdir loqaritm 15-dən 9-u 25-ə vuranda 225. 15-dən 225-dən nə edir? 2. 84-cü sualın cavabı 2. Və gəldik son suala. 85-ci sual. Funksiyanın qiymətlər çoxluğunu tapın deyir. Birincisi, əlimizdə nə var? Funksiyanın simmetriya oxu var. Biz bilirik ki, funksiyanın simmetriya oxu təpə nöqtəsinin m-ni ifadə edir. Yəni, m bərabərdir nəyə? Mənfi 2-yə. M bərabər mənfi 2. Bunu yadda saxlayaq. M bərabər mənfi 2. Bəs m-in düsturu nə idi? Mənfi b böl 2a şəklində olurdu m-in düsturu. O da mənfi 2-yə bərabərdir. İndi baxıram ki, bu ifadədə a bərabər 1-dir. B bərabər p üstəgəl 2-dir. P üstəgəl 2-dir. C bərabər nədir? 12. Baxırıq, burada mənfiləri silək. Mənfilər getdi. B-nin də yerinə yazırıq. P üstəgəl 2 böl 2a. 2 vur 1, yəni 2 eləyir. Bərabərdir 2-yə. Burada 2. O zaman P üstəgəl 2 bərabər 4 olsa, P də bərabər 2 olmuş olacaq. P 2 olsa, o zaman bizim tənliyimiz nə şəklində olacaq? Yəni funksiya. Y bərabər x kvadrat. P 2-dir. Toplansın 4x, toplansın 12. Biz nə axtarırıq? Qiymətlər çoxluq. Yəni, təpə nöqtəsinin eni.
Burada iki üsuldan istifadə edə bilərik. İstəyirsinizsə x kvadrat toplansın 4x toplansın 4 toplansın 8 yazaq. Yəni tam kvadrat ayıraq. Olsun nə? X çıx 2, x topla 2-nin mötərizə kvadrat toplansın 8. Bu şəkildə yazanda n-in 8 olduğu görülür. Və yaxud, yəni qiymətlər çoxluğu n 8-dirsə, a da müsbət olduğundan parabolanın qolları yuxarı olacaq. Qiymətlər çoxluğu 8-dən müsbət sonsuzluğa olacaq. Qiymətlər çoxluğu nədir? Y. Bir belə göstərmək olar. Cavab budur. İkincisi isə nə edə bilərik? Təpə nöqtəsinin n-inin düsturu var. Harda yazaq? Biraz yuxarı aparaq. N-in düsturu n bərabərdir 4ac çıxılsın b kvadrat bölünsün 4a olur. Mənfi diskriminant bölü 4a deyə bilərsən. 4ac 4 vur 1 vur c neçədir? 12 çıx. B neçə idi? B p üstəgəl 2 idi də. Yəni də buradan görürsən b 4-dür. 4-ün kvadratı 16 bölünsün 4 vur 1. Yəni ki 48-dən 16-nı çıx eləsin 32. 32-ni də 4-ə böl eləsin 8. Eləsin 8. O zaman y, y yenə də nə olmuş olacaq? 8-dən müsbət sonsuzluğa olmuş olacaq. Yəni ki uzun sözün qısası qiymətlər çoxluğu 8-dən müsbət sonsuzluğa. Bununla da bütün sualların izahı bitmiş oldu. Ümid edirəm ki faydalı olmuşdur. Sağ olun.